Bu videoda həyatımda ilk dəfə kumpir yeyəcəm və bunu iftarda eləyəcəm. Ramazan ayı gəldiyinə görə bizim iftarı fərqli yeməklərlə açmaq videolarımız yenidən başlayır. Bu videodakı qonağım YouTuber Malik Bədəlovdur. Salam. Salam. Necəsən bro? Hamını salamlayıram. Bu gün İlkin məni çağırıb ki, iftarda qəşəng kumpir yeyəcəyik. Amma kumpirin nə olduğunu hələ ki mən bilmirəm. Mən də bilmirəm. İçəridə öyrənəcəyik. Heç yemisən kumpir? Yox, indiyə qədər yeməmişəm. Nə yalan deyim. Yəni birinci dəfədir burada eşidirəm adını. Yəni eşitməmişəm. Nə yalan deyim. Və kumpiri yemək üçün Leopold Burgerə gəlmişik. Bro, kameraman bizdən qabaq girdi. Uşaq ağzından ölür deyəsən o. Girək içəri. Buyur, keç brat, qonaq sənsən. Keç. Sən keç. Simeşfo eləyək. Simeşfo. Mən utdum. Mən keçirəm. Keçirəm, mən keçirəm. Sifarişimizi verək, sonra gəlib bu oyunu oynayaq. Sən də qazana biləcəksən. Məncə qazanaram. Qazanan izləyicisinə hədiyyə eləyir. Mən özlə izləmən, sən də özlə izlə, hədiyyə edirsən. 100%. Bro, burada əyləşirik, düz qapının yanında. Biraz şuluqluq eləsək bizi qovacaqlar deyəsən. Yaxşı, buradır. Bro, otur. Sən yerləncəydi qaqa bu. Qəşəng yerləncəy var uşaqlar. Qırılmaz qardaşım bu. Qorxuram nəsə. Qorxum, mən də birinci dəfə otur. Yox, birinci deyil. Yerliyim səni Malik. Yox qaqa, yerlən. Olu dəydim səni. Belə bir yer görməmişdim həqiqətən. Mən yerlədən olar. Yox, dur ayaqda yerlədən. Hara gəlib girərsən stolun üstünə. Dur yerlədən olar. Dostlar, masanın qəribəliyini göstərmək istəyirəm sizə. Yeyə, yəni əylənə bilərsiniz. Yeyə oturun sizi yerləsinlər. Dostlar, menyumuz burdadır. Əvvəl biz 2023-də bu videoları çəkəndə restorana gedəndə bu boyda vərəqlər gətirirdi. İndi görünə bombadır. İndi belə şey. bəlkə mənim internetim yoxdur qaqa. Mən nə ilə girim ora indi? Sənə internet də təşkil edirlər. Burada kumpirdən başqa şeylər də var imiş. Kumpir budur. Belə bir şeydir. Yeməyə gəlmişik amma heç bilmirik nədir. Çəçbitdən soruşaq. Soruş gör, kumpir nədir ümumiyyətlə, yəni. Yazdıq kumpir nədir, görək çəçbiti nə deyəcək bizə. Kumpir iri ölçülü sobada pişmiş kartofun içi yumşaldılıb, müxtəlif ərzaqlarla doldurulan məşhur türk küçə yeməyidir. Kartof yeməyi gətirmisən bura, bəs demişdin pizza yeyəcəyik, ət yeyəcəyik. Dedim qəşəng ətli yeməkdir, Malik mən dedim lülə kabab zad var burada, kumpir yeməyi gətirmisən qaqa bizi. Necə hazırlanır? Böyük kartof sobada qabığı ilə bişirilir. İçi çıxarılmadan iç hissəsi çəngəllə əzilir. Kartoşka yeyəcəyik. Qaqa, Gədəbəy kartofudur yoxsa? Başqa görə içində nə var? İçinə nə qoyulur? Qarğıdalı, sosiska və ya kalbasa, zeytun, turşu, rus salatı, ketçup, mayonez. İçi qəşəng cəlbedici də. Nəsə maraqlı bir şey oxşuyur. Heç onda bir dənə sifariş verək. Bu özün yarat kumpir nədir qardaşım? Nəsə bunu gələndə soruşarıq. Deyəsən içinə özün əlavə eləyirsən bunu, nə istəsən özün əlavə eləyə bilirsən. Yəqin ki, ərzaqlar gəlir, sən də onların içinə qoyursan. Abi biz kumpir yeməyə gəlmişik. Həyatımızda ilk dəfə kumpir yeyəcəyik. Burada özün yarat kumpir gördük. O nədir yəni? Gətirirsən bura özümüz əlavə eləyirik onu. Hə, onun içində seçir. Əfsə denəndə onu denəfsə başqa üçün. Deməli oradan. Hə, denə müxtəlif salatları özün əlavə edirsən. Deməli dostlar, 3 manat 50 qəpik kartofdur. Yəqin ki bizim kartoflardan deyirlər bu. Bizə kilosu 3 manat 50 qəpik. Hə, bu başqa kartoflar ya. Gəlir bizim kartoflardan. Özün yarat kumpir nə imiş? Əlavə olaraq bunlar üstünə əlavə olunur. Kim nəyi istəyirsə, müştəri özü nə istəyirsə onu əlavə eləyir. Ona uyğun da qiymətləri var da yanında. Yəni başa düşdünüz uşaqlar, loma izah eləyirmiş kimi izah eləməyim. Çox qəribə gəlir. İşçi ilə danışanda yellənə danışırsan belə. Özümü moyam. Yemək yeyəndə birdən belə risk. Instagramda 23 manat kumpir seti var. Məncə bundan istifadə edib, yəni rahat şəkildə ala bilərik. Məncə də. Sifarişimizi verək, biz duraq oyunumuzu oynayaq. Məncə hə. Bu arada uşaqlar, 12 saatda acam bro. 12 saat sonra kumpir yeyəcəm. Qəribə gəlmir. Kumpir yox, kartof üstündə ədviyyatlar. Malikin heç xoşu gəlmədi. Gələndə nə gözləyirdi? Mən bayaqdan lülə kabab zad gözləyirdim. Məni kartof yeməyə gətirib bayaq. Abi sizin Instagramda görmüşdük 2 nəfərlik kumpir seti var. Ondan zəhmət olmasa bir dənə verərsiniz. Gəl duraq biz oynayaq. Gəl duraq biz oyunumuzu oynayaq. 50 qəpik 1 manat atıram, ikimiz də oynayırıq da. Birinci kim oynayır? Birinci kim atır? Simeşfo. Simeşfo. Yenə mən tutdum. Bu arada uşaqlar, oyuncaqlar bir dənə yaxından çək. Pis oyuncaqlar deyil ha, normalda olandan daha yaxşı oyuncaqlardır. Qaqa bu qırmızını götürə bilərsən. Mən Hello Kitty-ni götürmək istəyirəm bro. Onu götürə bilərəm. İmkansız olsa da yoxlayacağam. Ayda Hello Kitty heç dəymir axı bu. Bir dənə də onu mən oynayıram. Şansımızı bir dənə sınıyaq. Bunların ağzında çox vaxt boşluq olur. Aa, nə oldu? Nə oldu buna? Demək qəşəng oyuncaq oynağı odur da. Niyə belə elədi ki? Qaqa bağı var bunun sənə. Qəşəng zaravat dedi. Kameraman 25 manat istəyir deyəsən. Bu çox yellənir bu. Bunu götürəcək. Ayda götürə bilmədi. Bura sənin idi, götür onu. Götürə bilmədi. Götür onu bura. Həssasiyyətim çox qoyublar ya. Baba, bir dənə buna bax. Heyf. Nəysə, məncə götürə bilməyəcəyik bunu boş-boşuna. Boş-boşuna. Gəl otur yerində. Yemək gələnə qədər danış görüm sən kimsən? Tanımayanlar üçün, tanımayan izləyicilər üçün. İndi hal-hazırda YouTube-la yox, ən çox sokaq röportajı, yəni sual verirəm türk erkəklərimə, Azərbaycan erkəklərimə. Məsəl üçün sənə sual verim. Azərbaycan qızlarını seçərsən yoxsa türk qızlarını? Qardaş, mən o suala cavab versəm məni öldürərlər. Niyə?
YouTube-dan danışaq. YouTube-dan da. YouTube-dan danışsaq heç kim məni öldürməz. Yaxşı. TikTok-u seçərsən yoxsa YouTube-u seçərsən? Əlbəttə ki, YouTube-u. Səbəb? Bro, çünki YouTube özüm hiss elətdirir. Burada ailə kimi hiss edirəm, xoşbəxt olam, amma TikTokda xoşbəxt ola bilmirəm. Bəs sən YouTube-u seçərsən, TikTok-u seçərsən. Bu nə podkastda döndük kumpir videosuna. Kolalarımız gəldi uşaqlar. Məncə də ya bir dənə su olsa sənin iftarına görə daha yaxşı. El bildim deyəcəm məncə YouTube TikTokdan daha yaxşıdır zaten. Yox, indi mənim cavabım verim də gözlə. Mən əslində bütün platformalara girmişəm. Yəni fərqi yoxdur. YouTube, TikTok, Instagram, Twitter, Tidrs, nə bilim, hamısına girmişəm də. Bir dənə qalıb Tidrs nədir? Söyür sat deyil. Yo, Tidrs şey də Instagramın təzə açılan platformasıdır. Bu arada biz Maliklə neçə sən Lotu Şəmi olaraq tanıyır da YouTube-dakı izləyicilər. Onun səbəbi nədir? Karakter var idi bir dənə. Mənim xalam oğlunun adı Şahmardı. Şahmar da YouTuberdir. Yəqin ki tanıyırsınız. Ona Şəmi deyirdilər. Mən də bunun adından istifadə elədim. Karakter yaratdım. Özgüvənli karakter. Şəmi Bozbaşdakı Şəmidən gəlmir. Yo, nə yaxşı, nə yaxşı. Ona ümumiyyətlə aidiyyəti yoxdur bizim izləyicilərimizin. Elə bildim ki, kreativ deyil də, amma kreativ imiş. Şəmi adlı karakter hal-hazırda 900 nə qədərsə video çəkmişəm, uzun video. Lotu Şəmi karakteri ilə. Hə, 900 nə qədər uzun video çəkmişəm. Biz Maliklə bir dəfə Bexmanın videosunu almışdıq. Ondan sonra mən YouTube-da videolar paylaşanda postların altında falan nə qədər adam yazırdı ki, Malik Bədəlovla video çək də. Yəni gördüm ki, Malik sabah Türkiyəyə gedəcək uşaqlar 3 aylıq. Bir də çətin görüşək, yayda falan görüşəcəyik. Ona görə dedim bu gün video çəkək. Dedim bu gün olar. Dostlar, kumpirlərimiz gəldi. Çox maraqlı Kartofumuz görsənir. kumpir yox, kartof. Bu çörək də altındakı. Çox qəribə gəlir Malik. Hər şeyi qarışdırıblar kimi bir şeydir, amma ən çox kartoflu. Qaqa nəsə bir maraqlı bir şey oxşur. Üstündə nə var bunun? Dadına baxacağam həqiqətən də. Kartof indiyə qədər yeməmişəm uşaqlar, nə yalan deyim. Kartof yeməmişsən? 2 dəfə ki kartof yeyəcəm. Ana yeməmişəm. Bədəlov o qədər məşhurdur ki. Çünki kartof yeyirik. Mən bildim. Malik Bədəlov o qədər qazanır ki, kartof yemir, ancaq ət yeyir. Bəs deyirdin ət yeyəcəyik qaqa. Sasika da ətdir. Var içində sasika var. Var içində? Ha, götürdüm uşaqlar. İftarı orucumu kumpirlə açıram uşaqlar. Soyuq uymuş. Gəl bir dənə də mən test eləyim. Bir dənə girdim bir dənə belə. Ay, buz kimi də bu. Ha. Ya dostlar, dadı var, həqiqətən də dadı var. O nə qəşəng remeni var Malik. Çəkə bilərik. Malikin çox qəşəng remeni var uşaqlar. Mikrofonu taxanda gördüm. Gəl bir dənə remenimə var. Remeni çək bir dənə. Oo. Stres çarxı qaqa. Deməli dostlar, deyəsən bir dənə nəsə gəldi. Bax bu ücret dədə baba üsuludur da. Bax bunu götürürsən belə, bax bunu belə götürdün. Gəl mən sənə, sən mənə. Yox da. Mən sənə. Yaxşı. Desən özünə hə. Naqısımızdan da yeyək uşaqlar. Bir dənə bir dənə götürdüm bax belə, burdan, ireski burdan. Bunlar çox dadlıdır, çünki klassikdir. Əsas olay burada kumpirdir deyə uşaqlar. Bir dənə yaxın çəkimdən mən kumpiri sizə ASMR eləyəcəm. Onun üstündən yüngülvari açırsan, qırmızını, adını çəkməyəcəm. Bu nədir? Yekə kişisən ha. Qupqa nədir içirsən? Adam kimi çək başqa işlər. Dostlar, kumpirimizdən götürürük içindən. Kartofumuzdan götürürük. Qaqa, söhbətimizi eləyim, mən yeyim də olar. Yeyirəm. Kolamızdan da içirəyim. İnşallah bitdi. Sadəcə mən kumpiri bu qədər soyuq gözləmirdim. İçi çox soyuqdur. Çölü isti, içərisi soyuq olur. Qəribə bir şeydir. Bir dənə kameraman da yesin, ondan sonra puanlarımızı verək. Və videomuzun bir qonağı daha doğrusu kameramanı Miri Miriyev. Uşaqlar yenə məni yemək videosuna çağırıb. Miri sabah Lənkərana gedir, Malik sabah Türkiyəyə gedir. Qalıram tək uşaqlar. Dedim bu günü dəyərləndirim, video çəkim. İkimiz də yemişik video uşaqlar. Restoran Miriyə özəl əlavə təngəl də verdi. Ala Miri. Yeyə görək kumpir nədir? Həyatında kumpir Uşaqlar yemisən? ilk dəfə də yeyirəm. Sən Lənkəranda olsa kartof qızartmasından başqa heç nə yemərsən məncə. Heç ləvəngidən başqa. Ləvəngidən başqa hə. heç nə yemiyorum uşaqlar. Ya Allah, getdik. Daxilində nələr Bu vardı? elə bir ki kartoflu ləvəngidir də, sən elə düşün bunu. Daxilində qarğıdalı, xiyar, pomidor, mal satmıram qardaşım, ye dadını denən bizə. Soyuq da, Buzdur ya. buz da. Hələ ortalara getdikcə lap buzlaşır. Görürsən belə olmalıdır uşaqlar. Mən salat deyir, içindəki salat da elə bir. Xiyar turşusu dadı gəlir. Xiyar turşusu da var məncə içində. Salat vibe verirəm. Baba bir dənə verir bir kanı. Burada bax xiyar turşusu var burada. Sosiska nə əlaqə? Səska var, hər şey var burada. Qatdı qarışdırdı. Uşaqlar bu da bildiyiniz normal kartofludur. Soslara batıraq. Uşaqlar mən ilkin verəcəm. Bu arada dostlar, Allah bütün arzu tutanların uzun qəbul eləsin, bütün dualarınızı Allah qəbul eləsin. Ramazan ayında belə videolar daha çox gələcək. İftarda başqa nə yemənizi istəyirsə yorumlarda yaza bilərsiniz. Bas hamısını bas. Bas hamısını bas. Qardaşım sən basma, izlənəcək video. Nə olar basda, nə olar. No, bas da bunu. Da keçdi axı. Puan ver bir dənə, puan. 10 üzərindən neçədir səncə kumpirə puan? Qorxma, işçilər baxmır tezdən. Soyuq idi, salat dadı gəlirdi, amma çox əladır. 10 üzərindən 8 verirəm. 2 puandan bilmirəm nədənsə kəsdim, amma 10 üzərindən 8 əladır. Yağlar lərimin.
idi. Səndən xoş idi. Şəfirəm. İndi sənsiz daha da xoş deyil. Dostlar, Miri mənə mən Malikə dönüşdüm. Aha. Malik, səncə 10 üzərindən neçədir kumpir? Mən salat yeyənəm. Salat çox dadlıdır həqiqətən də. Mayonezi də yerindədir. Yəni maraqlı dadı var da. Mən 10 üzərindən 10 verərəm. Üstəgə kartofun dadı çox əladır. Mən uşaqlara 10 üzərindən 9 vermək istəyirdim açığı. Çünki soyuq gözləmirdim. Amma bir şey də fikirləşirəm ki, bəlkə kumpir həqiqətən soyuq olur. Ay kasıb, sən nə bilirsən kumpir nədir? Hardan bilirsən bu soyuq yoxsa istidir? O düz deyir ha. Sonra oturdu bu cümlə bura. Mən gedim kasıblığımı yaşayım. Bu 10 üzərindən 10'dur. Siz də videoya like atın, kanala abunə olun. Bu arada olduğumuz məkanın içi çox gözəl idi. Məkanın indi kadrları ekrana gəlir, siz izləyirsiniz. Sağ olun. Malik Türkiyəyə gedir, sağ salamat. İnşallah. Miri Astaraya gedir, hə Miri Lənkərana gedir. Mən Bakıda qalıram. İzləməyə davam edin bizi. İnşallah yayda yenə üçümüz görüşüb video çəkərik. Bu dəfə mən daha yaxşı zarafatlar eləyərəm. Bu videodakı zarafatlarım heç o deyildi. Videoya hamı yorum yazsın, like eləsin, abunə olsun. Yeni bölümlər üçün izləməyi, bildirim çanını açmağı unutmayın. Sağ olun. Allah özünüzü Sağ ol. qəbul etsin.